Nişanlı xanımlar, evli xanımlar, yasda olan xanımlar hamısının bağlama forması fərqli imiş. Salam. Əyri oturaq, düz danışağın növbəti efirindəyik. Sizinlə geyimlərlə bağlı az bilinən faktları bölüşəcəm bu günləri. Azərbaycanda və Şərqdə gəlinlər ağ yox, qırmızı rəngdə gəlinliklərə üstünlük verirdilər. Qırmızı rəng bərəkət və həyatı simvolizə edirdi. Ənənəvi kişi geyimlərində şalvar çox dar olurdu, amma onun üstündən çox geniş və uzun olan çapan istifadə olunurdu və bu çapana uzun üstlük adı da verilmişdi. Kəlağayı təkcə baş örtüyü deyil, rəng və bağlama formasına görə qadının statusunu bildirirdi. Nişanlı xanımlar, evli xanımlar, yasda olan xanımlar hamısının bağlama forması fərqli imiş. Çar Rusiyası dövründə bəzi hallarda kəndlərə, şəhərdə iri, dəbdəbəli papaq geyinmək icazəsi yox idi. Çünki papaq sosial status göstəricisi idi. Milli kişi geyimlərində düymələr qızıl və gümüşdən olurdu. Bu həm kişilik, həm də var dövlət simvolu kimi sayılırdı. 1930 və 50-ci illərdə Bakı küçələrində qadınların hicab və dini geyimlər geyinməsi qadağı idi. Və bu da modanı formalaşdıran siyasi bir təsir idi. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində neft bumu zamanı Azərbaycana Avropadan parçalar və geyimlər gətirilirdi. Zəngin neft xudalar isə Paris və Milan moda həftəsini Bakıya gətirən ilk insanlar idi. Belə, məncə bu qədər bəsdir. Əgər başqa hansısa bir mövzu sizə maraqlıdırsa, mənə qeyd eləyə bilərsiniz. Mən sizə loru dillə, açıq sözlə, əyri oturub düz danışacağam. Leyla, belin qırıldı.